Deməli, müəllimlər, bugün biz danışacağıq ilk mövzumuz olan məktəbəqədər təhsil qanunu haqqında. Ümumiyyətcə, məktəbəqədər təhsil nə deməkdir? Neçənci maddədədir? Tərbiyəçi kimdir? Tərbiyəçinin hansı hüquq vəzifələri var? Onlar haqqında ətraflı məlumat verəcəm sizə. Deməli, gəlin baxaq əsas anlayışlara. Dil qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsipləri məktəbəqədər təhsilin təşkilati və hüquqi iqtisadi əsaslarını müəyyən edir. Yəni, testdə qarşınıza çıxarsa ki, məktəbəqədər təhsil qanunu neçənci maddədədir? Biz bunu təbii ki, götürəcəyik ki, məktəbəqədər təhsil qanunu 94-cü maddənin birinci hissəsinin birinci bəndindədir. Bunu qayda olaraq yadımızda saxladıq. Bəs ümumiyyətcə məktəbəqədər təhsil nə deməkdir? Məktəbəqədər təhsil, yəni bağça nəzərdə tutulur. Qayda halında təbii ki, belə deyilir. Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq, vərdişlərin mənimsənməsi prosesi və onun nəticəsidir. Baxın, məktəbəqədər yaşlı uşaqlar neçə yaşları əhatə edir? Qayda ilə 1 və 6 yaşları əhatə edir. Biz bunu belə götürəcəyik. Sizə sual yarana bilər ki, bəs 6 yaşlar artıq məktəb təliminə getdikləri bir dönəmdir, amma qayda əvvəldən belə deyək, qəbul olunduğu üçün biz bunu belə götürürük. Yəni məktəbəqədər təhsil yaşı 1 və 6 yaşı əhatə edir. Bəs məktəbəqədər yaşlı uşaqların intellektual inkişafı dedikdə nəzərdə tutulan nədir? Yəni intellektual dedikdə yuxarı təfəkkür səviyyəsi, idraka sahib olanlar nəzərdə tutulur. Yəni idrak burada əsas götürülür. Məktəbəqədər yaşlı uşaqların intellektual, yəni idraki, fiziki dedikdə hərəkətlilik nəzərdə tutulur və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq, vərdişlərin mənimsənməsi prosesi və onun nəticəsi. Bəs bu qayda uzundur. Biz bunu necə yadımızda saxlaya bilərik, nə edə bilərik? Təbii ki, burada bizim bir açar məqamımız var. Proses və onun nəticəsi sözü var ki, proses və nəticəsi sözü gördükdə biz artıq bilirik ki, söhbət gedir məktəbəqədər təhsildən. Yəni, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq, vərdişlərin mənimsənməsi prosesi və onun nəticəsidir. Yəni, uşaqlar bağçaya gəldikdə ilkin bilik bacarıqlara yiyələnirlər, həm idraki cəhətdən inkişaf edirlər, həm fiziki cəhətdən inkişaf edirlər. Onlar şən əhval-ruhiyyədə olurlar, masa arxasında davranış qaydası, ilkin ünsiyyət, kommunikativ bacarıq hər biri bağça sayəsində, yəni məktəbəqədər təhsil sahəsində həyata keçir. Bəs ikinci qaydamız nədir? Məktəbəqədər təhsil müəssisəsi. Təhsil müəssisəsi dedikdə nəzərdə tutulan nə gedir? Təbii ki, məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını, ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi, yəni bağça müəssisə nəzərdə tutulur burada. Uşaqların ilkin bacarıqları dedik ki, intellektual inkişafı, fiziki inkişafı məktəbəqədər təhsildədir. Amma uşaqların dövlət standartına uyğun olaraq təlim-tərbiyə aldığı yer həm əqli, həm fiziki, həm mənəvi cəhətdən ümumi təhsil nədir? Uşaqlar bağçanı bitirdikdən sonra hara gedirlər? Təbii ki, məktəbdə təhsil alırlar. Ümumi təhsilə hazırlandığını həyata keçirən təhsil müəssisəsi. Uşaqlar bağçaya, birinci bağçaya gedir. Orada adi qələm tutmaq bacarığıdır, masanın arxasında əyləşməkdir, ilkin davranışlardır. Hər biri məktəbəqədər təhsil müəssisəsi ilə həyata keçir ki, bunların hər biri ümumi təhsilə bir növ hazırlıq kimi gedir. Bu da olacaq məktəbəqədər təhsil müəssisəsi. Bunun açar sözü nədir? Bunun açar sözü ümumi təhsildir. Əgər testlərdə qarşınıza çıxarsa ki, ümumi təhsil nədir? Biz bunu bu şəkildə, yəni götürəcəyik ki, söhbət gedir məktəbəqədər təhsil müəssisəsindən. Gəlir bizim üçüncü qaydamız olan məktəbəqədər təhsilin dövlət standartı. Biz dövlət standartını həyata keçiririk. Necə keçiririk? Birinci növbədə hər bir tərbiyəçinin planı olur. Hər biri indi gələcəkdə bəziləriniz çalışmırsınız. Çalışan müəllimlər var ki, bilir ki,
Plandan söhbət gedir burada. Plana uyğun məşğələlər keçirilməsi, həmçinin uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq çərçivə daxilində, qayda-qanun çərçivəsində elmi pedaqoji prinsiplər əsasında hazırlanan və məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. Yəni dövlətin standartı nədir? Uşaq yaxşı təhsil alsın, keyfiyyətli qida ilə təmin olunsun. Çünki sağlam uşaqlar, savadlı gələcək lazımdır. Ona görə ailənin, cəmiyyətin, dövlətin tələbatına uyğun yetişdirilməlidir. Bizim üçüncü qaydamız olan dövlət standartıdır. Onu da qeyd edeyim ki, müəllimlər, bunu ancaq siz açar sözlərlə daha rahat şəkildə yadınızda saxlaya bilərsiniz. Amma unutmayın ki, birinci sual 2022-ci ilin sualı idi. Ona görə ən azından bəzi məqamlar var ki, altından xətt çəkdiyim, qırmızı yazdığım, bilin ki, bunlar açar məqamlardır. Gəlir dördüncü qaydamız olan məktəbəqədər təhsildə differensiallaşdırma. Differensiallaşdırma nə deməkdir? Differensiya, yəni fərdi yanaşmaq. Hər bir uşağa fərdi yanaşmaq. Məsələ ondan ibarətdir ki, təhsil prosesi elə qurulmalıdır ki, uşaqların heç biri təhsildən kənarda qalmamalıdır. Təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq tələbatları, fiziki, əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunmalıdır. Uşağın istəyi nədir, tələbatı nədir? Əvvəlki təhsil sistemi necə idi? Əvvəlki təhsil sistemi əsaslanırdı ənənəvi təhsilə. Yəni ancaq müəllim deyən olmalı idi, müəllimin istəyi nəzərdə tutulurdu. Amma indi müasir dövrümüzdə kurikulumdan sonra uşaq yönümlülüyü, şagird yönümlülüyü biz nəzərə alırıq ki, nəzərdə tutulan fərdi xüsusiyyətləridir. İstəyidir, marağıdır, tələbatıdır. Bu uşaq rəsmə meyillidirmi, şəkil çəkməyi sevirmi, onun tələbatı nədir, istəyi nədir, ona uyğun rəftar etmək lazımdır. Həmçinin psixofizioloji xüsusiyyətlərini nəzərə almaqla təşkil olunması. Bir də biz gələcək mövzularımızda sizdən inklüziv təhsili də keçəcəyik. Nə deməkdir inklüzivlik, nədən bəhs edir, onlar haqqında da ətraflı danışacağıq. Bir növ məktəbəqədər təhsildə differensiallaşdırma nəzərdə tutulur. Və qısa şəkildə bir daha izah etsəm, yəni hər uşağın öyrənmə tərzinə uyğun olaraq tədrisi elə qurmaq lazımdır. Elə uşaqlar var ki, eşidərək daha yaxşı yadda saxlayırlar. Eləsi var ki, görərək daha yaxşı yadda saxlayır. Eləsi var, məsələn, video çarxa baxır. Bəzi bağçalarda elektron lövhələr olur. Video çarxlara baxır, oradan gördüyünü tam şəkildə yadında saxlayır. Elə insanlar da var ki, məsələn, ancaq qulaq asaraq nəyisə mənimsəyə bilirlər. Yəni uşaqların istəyini nəzərə alaraq həyata keçirməyimiz məktəbəqədər təhsildə differensiallaşdırmadır. Bəs məktəbəqədər təhsildə qiymətləndirmə necə aparılır? Qiymətləndirmə odur ki, biz uşaqları, əziz müəllimə, bir xüsusiyyətinə görə yox, ümumi xüsusiyyətinə görə qiymətləndiririk. Davranışına görə, digər insanlarla olan ünsiyyətinə görə, daha sonra əqli inkişafına görə, fiziki inkişafına görə, həmçinin təhsil nailiyyətlərinə görə, bunların hər birinin, hər bir məlumatın dəyərləndirmə prosesi məktəbəqədər təhsildə qiymətləndirmə gedir. Tərbiyəçi müəllim, müəllimlikdən əsvər həm də psixoloq kimidir. Nəyə görə? Adi bir uşaq məsələn bağçaya gəlir, bir-iki dəfə danışanda, onunla ünsiyyət quranda, dialoq quranda artıq biz uşağın necə bir temperamenti olduğunu, hansı xarakterin sahib olduğunu az-çox bilirik. Məsələ ondan ibarətdir ki, məktəbəqədər təhsildə qiymətləndirmə aparanda da həm əqli, həm fiziki inkişafı, həm təhsil nailiyyətləri, bunlar haqqında toplanmış məlumatların dəyərləndirmə prosesi kimi qeyd olunur. Harda dəyərləndirmə sözü görsəniz, bilin ki, söhbət gedir məktəbəqədər təhsildə qiymətləndirmədən. Bəs gəldik indi məktəbəqədər təlim var. Baxın, hər bir sözü bir-birinə bənzəyir. Məktəbəqədər təhsil, məktəbəqədər təlim. Ona görə mövzunu oxuyanda dərindən, tam diqqətlə oxumaq lazımdır. Bəs təlim nə deməkdir? Bir var təhsil. Təhsildə biz nəydən bəhs etdik? Həm dedik uşaqların idraki, intellektual, fiziki inkişafı. Bəs təlimdə söhbət nədən gedir? Təlim təhsilə baxmış daha geniş anlayışdır. Yəni məktəbəqədər yaşlı uşaqların biliyidir, bacarığıdır.
vərdişidir və səriştələrin. Baxın, elə ən böyük açar sözümüz məktəbə qədər təlimdə olacaq səriştə sözü. Mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesdir. Səriştə nədir? Adi bir misal deyim. Bir insanı görürük, baxırıq ki, doğrudan o insan çox keyfiyyətə sahib insandır. O türklərin bir sözü var idi, onun barmağında on marifət. Məsələn, hər işə çatır, yemək bişirə bilir, öz işini görür, müxtəlif əl işləri var. Yəni bir növ hər şeydən başı çıxır. Və səriştə də məktəbəqədər təhsildən, yəni bağça dönəmindən artıq uşaqlarda formalaşdırılır. Və səriştə nədir? Uşağın maliyyə savadlılığının olması, ən azı məsələn pul və qənaət barədə bilməsi, informasiya savadlılığının olması, rəqəmsal savadlılığının olması, ünsiyyət bacarığı, şəxsi sosial məsuliyyətin olması, dəyərləri bilməsi, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə bacarığının olması. Əslində bunları biz qeyd edəndə fikirləşirik ki, körpə uşaq, 3 yaşında bir uşaq bunu necə dərk edə bilər? Yəni 3 yaşında uşağın öyrənəcəyi potensiala uyğun hazırlanır təbii ki, səriştələr və onların həyatda gördüyü işlər, tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesdir məktəbəqədər təlim. Bunların hər biri təlimdə qeyd olunur. Bəs xüsusi təhsil müəssisəsi nədir? Xüsusi təhsil müəssisəsi isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı müəssisədir ki, sağlamlıq imkanı məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsidir. Məsələn, xüsusi qayğıya ehtiyacı olan uşaqlar kimlərdir? Əqli cəhətdən qüsurlu olanlar. Əslində təhsil sistemində onlara xəstə deyilməsi biraz kobud şəkildə çıxır. Biz xəstə sözündən istifadə etmirik. Amma sağlamlıq imkanı məhdud deyilir və xüsusi qayğıya ehtiyacı olan uşaq deyilir. Nəzərdə tutulur ki, burada məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi, yəni xüsusi təhsil müəssisəsi nəzərdə tutulur. Daha sonra gəlir metodist. Bəs metodist kimdir? Metodist isə bir növ belə deyək, təlim-tərbiyə işlərinə nəzarət edəndir, rəhbərliyi həyata keçirəndir. Daha sonra təlim-tərbiyə işlərinə bir növ metodik rəhbərlik edir. Metodist sözünü də metodik sözü ilə biz əlaqələndirə bilərik. Yəni ali təhsilli pedaqoji mütəxəssisdir. Tərbiyəçinin sənədlərində kömək edən, həmçinin təlim-tərbiyə işlərinə metodik rəhbərlik edən, idarə edən heyət metodist sayılır. Dayə kimdir? Əslində bu qaydaları biz çox yaxşı bilirik. Məsələ ondan ibarətdir ki, testə düşür. Bəzən tutaq ki, soruşulur ki, dayə kimdir, tərbiyəçi kimdir? Bunları qayda halında əslində bilməliyik. Dayə uşaqların qulluğunu, nəzarətini həyata keçirən şəxsdir. Bir növ tərbiyəçinin köməkçisi də nəzərdə tutulur ki, məsələn, uşaq üstünü batıranda, yemək yeyəndə ola bilər üstü batıb təmizləyən, onların qulluğunu, nəzarətini həyata keçirən şəxsdir dayə. Daha sonra gəlir defektoloq. Defektoloq kimdir? Defektoloq əqli fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssisdir ki, adətən belə buna bənzər bir ixtisas var. Ali və ev təhsili də deyirlər bu ixtisasa. Yəni tutaq ki, uşaq fiziki, əqli cəhətdən qüsurludursa, həmin uşaqların korreksiyası ilə məşğul olan mütəxəssisdir, defektoloq. Gəlir 11-ci qaydamız olan icma əsaslı məktəbəqədər təlim qrupu. Nə deməkdir icma əsaslı təlim qrupu? İcma əsaslı təlim qrupu dedikdə, ixtisaslı pedaqoji kadr olduğu halda valideynlərin və qanuni nümayəndələrin könüllülüyü ilə bəzi yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu. Bəzi ucqar yerlər olur Bakıda, məsələn, bəzi rayonlarda, kəndlərdə bağça olmaya bilir və məktəb daxilində bir otaq verilir və orada uşaqların təlim-tərbiyəsi ilə məşğul olunur. Yəni ixtisaslı pedaqoji kadr olduğu halda valideynlərin və qanuni nümayəndələrin istəyi ilə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupudur. Daha sonra gəlir inklüzivlik. Mütləq inklüzivlik haqqında yaxşı bilməliyik. Nəyə görə yaxşı bilməliyik? Testlərdə də düşür. Daha sonra müsahibə mərhələsində də düşə bilir. Ona görə inklüzivliyin qaydasını bilmək lazımdır. Nədir inklüzivlik? Sağlamlığından, potensial imkanından, maddi təminatına asılı olmayaraq uşaqların
birgə təhsil alma hüququnun təmin edilməsi. Yəni biz heç bir zaman uşaqlar arasında fərq qoymuruq. Uşağın fiziki qüsuru olsa da, idraki qüsuru olsa da, normal olsa da, belə deyək də, hər birinə qarşı bərabər hüquqlu yanaşmaq lazımdır. Və onların, məsələn, birinin maddi cəhətdən imkanı yüksəkdir, birinin zəifdir. Yəni bunlara fikir verməmək lazımdır. Hər bir uşağa diqqətlə, qayğı ilə yanaşmaq lazımdır. Bəs belə bir sual ortaya çıxır ki, inklüziv uşaqlara çox həddindən artıq digər uşaqlara nisbətən qayğı göstərmək mi lazımdır? Xeyr, testlərdə əgər sizi çaşdırmaq üçün düşərsə, bilin ki, söhbət burada o deyil. Nəyə görə? Məsələn, əgər biz xüsusi qayğıya ehtiyacı olan uşaqlara həddindən artıq qayğı göstərəriksə, o zaman onlarda elə bir fikir yaranacaq ki, mənə hər zaman hər kəs güzəşt etməlidir və digər sağlam uşaqlar bunu anlamadığından onlar düşünəcək ki, müəllim bizə qarşı ayrı-seçkilik edir. Ona görə hər birinə qarşı qayğı göstərmək lazımdır. Hər birinə qarşı diqqətli olmaq lazımdır. Bu şəkildə bu inklüzivliyin tərifidir. Gəlir innovasiyalar. İnnovasiya nədir? Mütərəqqi xarakterli yeniliklərdir. Müxtəlif təşəbbüslər əsasında olur, tədqiqatlar əsasında olur. Yəni bir növ bağçada olan yeniliklər, təşəbbüslər hər birini innovasiya hesab olunur. 14-cü qaydamızda isə qanuni nümayəndələr kimlərdir? Yəni qanuni nümayəndə dedikdə valideyn nəzərdə tutulur. Uşaqların hüquqlarını qoruyan, qanunla qoruyan şəxslər, mənafelərini təmsil edən valideynlər. Məsələn, əgər uşaq hər iki valideynini itiribsə, ata, nənə baba himayəsindədirsə, onlar da qanuni nümayəndə sayılır. Və yaxud da uşağı qayda qanunla kimsə övladlığa götürübsə, onun qəyyumu hesab olunur. Yəni bu da qanuni nümayəndə hesab olunur. Gəlir 15-ci məsələ. 15-ci məsələdə qısa müddətli təlim qrupu məsələsidir ki, bu bir növ icma əsaslı təlim qrupuna bənzəyir ki, icma əsaslı təlim qrupunda bircə dəqiqə icma əsaslı təlim qrupunda valideynlər yenə qanuni nümayəndələrin könüllüyü ilə, istəyi ilə bəzi yerlərdə yaradılır və yaş kateqoriyasına uyğun olur. İcmada biz yaş kateqoriyası görməmişik. Amma qısa müddətli təlim qrupunda yaş kateqoriyasına uyğun olaraq biz bunu götürürük. Yəni valideynlərin və digər qanuni nümayəndələrin istəyi ilə bunlar həyata keçirir ki, məsələn, ödənişlidir əslində bunlar qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qruplarıdır. 16-cı. Bəs loqoped kimdir? Loqoped isə nitq qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssisdir. Yəni nitq qüsurları hansılardır? Kəkələmə olur, disleksiya olur uşaqlarda. Yəni belə dilində, nitqində problem olan uşaqlarla işləyən mütəxəssis təbii ki, adlandırılacaq loqoped. 17-ci qaydamızda isə sağlamlıq imkanı məhdud olan uşaqlardan bəhs edirik ki, biz bayaq da qeyd etdik bunu. Xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmazlığı və əqli psixi ləngimələri olan uşaqlardır. Bu mövzu bir-biri ilə sanki zəncirvari əlaqəlidir. Çünki həm loqopeddən, həm belə deyək, defektoloqdan, ilkin anlayışlardan bəhs edir ki, bunlar çox vacibdir. Bunlar məktəbə qədər təhsil qanununda giriş hissədir. Ona görə hər birinə diqqətlə yanaşırıq və digər bir məsələmiz olan təhsil proqramı kurikulum. Kurikulum nədir? Kurikulum təhsilin məzmunu, qiymətləndirilməsi, təşkilini özündə birləşdirən konseptual sənəddir. Bəs təhsil proqramı kurikulumda nələr var? Təlim nəticələri var, inkişaf sahələri. Məsələn, 4 dənə inkişaf sahəsi var. Biz bilirik ki, hər bir fənnin özünün məzmun xətti olduğu kimi bağçanın da özünün məzmun xətti olur. Birinci yerdə duran hər zaman fiziki inkişaf, sağlamlıq, təhlükəsizlikdir. Fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik. İkinci yerdə duran hər zaman idrakin inkişafıdır. İdrakin inkişafı uşaqların düşüncə tərzi, daha sonra deduksiya, induksiya, bunlar nəzərdə tutulur gələcək mövzularımızda tam şəkildə sizə aydınlaşdıracağım. Üçüncü inkişaf sahəmiz olan estetik yaradıcılıqdır ki, uşaqlarda geyim, təbiətdə gözəlliyi görməkdir. Dördüncü isə sosial emosionaldır. Sosiallıq sözü ümumiyyətcə dərslərimizdə çox rastlaşacağıq. Ünsiyyət, dialoq,
monoloq, bir-birinə qarşı e, hörmətlə yanaşılması, uşaqlarda qayğı hissinin formalaşması, böyüklərə qarşı hörmət hissinin formalaşması hər biri sosial-emosional inkişaf sahəsi ilə həyata keçirir. Yəni bunların hər biri bir vəhdət təşkil edir və bir planın daxilindədir ki, bu planda təhsil proqramı kurikulum hesab olunur. Pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Kurikulum qısa şəkildə desək, dövlət sənədi hesab olunur. Gəldi 19-cu qaydamız olan təhsildə inteqrasiya. Ümumiyyətcə inteqrasiya nə deməkdir? İnteqrasiya əlaqələnməkdir. Bütün hər bir şey, həyatda gördüyümüz hər bir şey bir-biri ilə zəncirvari əlaqəlidir. Məsələn, mən inkişaf sahələrini əlaqələndirirəm. Tutaq ki, deyirəm ki, fiziki inkişaf, sağlamlıq, təhlükəsizliklə idrakin inkişafını mən əlaqələndirdim. Demək ki, mən inteqrasiya etmiş oldum. Və yaxud da deyirəm ki, fən daxili inteqrasiya, fənlərarası inteqrasiya, şaquli inteqrasiya, üfüqi inteqrasiya bunlar biraz daha fərqlidir. İnteqrasiya ümumiyyətcə əlaqələndirmək deməkdir. İki fənni bir-biri ilə əlaqələndirmək, mövzuları əlaqələndirmək. Tutaq ki, musiqi məşğələsində mən uşaqlara həm də rəqəmləri öyrədirəm. Məsələn, mahnının sözlərinə diqqət edin. Deyir, kim sevirsə idmanı 1 2 3 4. Həm musiqiyə qulaq asmış olurlar, həm də saymağı öyrənmiş olurlar. Baxın, bunların hər biri inteqrasiya hesab olunur. Gəldi 20-ci qaydamız olan təlimin məzmunu. Təlimin məzmunu nədir? Uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu. Uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu. Yəni biz uşaqlara necə yanaşırıq? Bir şəxsiyyət kimi, bir fərd kimi onların istəyi, tələbatı nəzərə alınır. Bunlar təbii ki, hər biri təlimin məzmununda özünü göstərir. 21-ci qaydamızda nədən bəhs edir? Gəldik ən əsas hissəyə. Əslində siz bunu bilirsiniz. Şifahi olaraq bilirsiniz, amma qayda olaraq əzbər şəkildə bilinməlidir ki, tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim uşaqların hərtərəfli inkişafı, məktəbə hazırlıq təlimini təşkil edən, həyata keçirən, məktəbə qədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxsdir. Baxın, tərbiyəçi həm ali təhsil ola bilər, həm də orta ixtisas, yəni kollec bitirmiş ola bilər. Bunun heç bir fərqi yoxdur. Bəzən müəllimlər yazır, bağça müəllimləri məndən soruşur ki, mənim təhsilim kollecdir, mənim imtahanlarıma təsir edər, sertifikasiya imtahanıma və yaxud da MİQ imtahanına təsir edərmi? Xeyr, heç bir fərqi yoxdur. Bu qayda indiyə kimi bitirən müəllimlərə aiddir. Məsələn, yeni bir qaydalar tətbiq olunur ki, artıq bağça üzrə kollec bitirənlər işə qəbul olmayacaq. Bu fikir tam da əsas fikir deyil. Yəni indən belə olarsa olar, amma indiyə kimi bitirmiş müəllimlərə aid deyil. Ümumiyyətcə tərbiyəçi kimi oldu, uşaqların tərbiyəsi hər tərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən, həyata keçirən məktəbə qədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs tərbiyəçi müəllimdir. Bu bizim birinci qaydamız. Birinci qaydada biz nələri öyrəndik? Məktəbə qədər təhsilin nə olması, təhsil müəssisəsi, dövlət standartı, differensiallaşdırma, qiymətləndirmə, məktəbə qədər təlim, xüsusi təhsil müəssisəsi, metodist, dayə, defektoloq, icma əsaslı məktəbə qədər təlim qrupu, inklüzivlik, innovasiya, qanuni nümayəndə, bir də qısa müddətli təlim qrupu. Bu bizim əsas anlayışlarımızdır, birinci hissədir. İndi keçib ikinci hissəni izah edəcəm. İlk növbədə bir-iki sualım var sizə. Bu mövzu ilə bağlı ümumi yoxlanış, yəni suallar verəcəm, görüm nə qədər mənimsəyə bildiniz. Deyə bilərsinizmi, inklüziv təhsil nə deməkdir? Biriniz səs açıb desin, zəhmət olmasa. İnklüziv təhsil irqindən, cinsindən, dinindən, əqli qabiliyyətlərindən asılı olmayaraq hər kəsin birgə təhsil alma hüququnun olmasıdır. Ay, sağ olun, əla. Yəni biz insanlar arasında fərq qoymuruq. Bizə məsələn dini, irqi, cinsi, maddi vəziyyəti heç bir fərq yoxdur. Yəni uşaqların hər birinə bərabər hüquqlu yanaşırıq. Bəs deyə bilərsinizmi, tərbiyəçi müəllim kimdir? Qısa yadınızda qaldığı şəkildə deyə bilərsiniz. Uşaqların pedaqoji, psixoloji, mənəvi inkişafı ilə maraqlanan müəllimə tərbiyəçi müəllim deyilir.
Ay sağ ol. Ümumi təhsilə hazırlayan ali və ya orta ixtisas təhsilli şəxsdir. Doğru. Belə bu birinci qaydamız. Nəsə başqa sualınız yoxdursa, əgər sözünüz yoxsa keçib ikinci hissəni izah etmək istəyirəm. Başa düşmədiyiniz nə isə varsa buyurub soruşa bilərsiniz. Bir dəqiqə. İndi isə danışacağıq biz burada sizdən tərbiyəçinin hüquq vəzifəsi. Əslində bu hissəyə bir o qədər də nəzər yetirməsiz. Əsas hissə tərbiyəçinin hüququdur, vəzifəsidir, uşaqların hüququdur. Mütləq uşaqların hüququna baxmaq lazımdır. Bu hissəyə baxmayın, çünki burada əsas prinsiplərdən bəhs eləyir, amma bunu elə belə məlumat kimi oxusanız oxuyun, amma tam olaraq əzbərləməyinizə ehtiyac yoxdur. Gəldik əsas anlayışlar üçüncü hissədə. Məktəbəqədər təhsilin məqsəd və məzmunu. Yəni, məktəbəqədər təhsilin məqsədi nədir, məzmunu nədən ibarətdir? İlk öncə onu qeyd edeyim ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsidir. Baxın, pillə sözünü yadınızda saxlayın. Məktəbə hazırlıq sözü ilə məktəbəqədər təhsil sözünü qarışdırmaq olmaz. Məktəbə hazırlıq səviyyədir, məktəbəqədər isə ilkin pillədir. İlk pillə məktəbəqədər təhsildir. Bəs məktəbəqədər təhsil İlk pillə kimi nə edir? Fərdin, yəni insanın, cəmiyyətin, dövlətin maraqlarını nəzərə almaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Yəni hər zaman inkişaf etdirilir, hər zaman bağçaların üzərində inkişaflar gedir və hər zaman təbii ki, biz bilirik ki, bağçalar bizdən əvvəl də var, bizdən sonra da olacaq. Yəni davamlı inkişaf etdirilən prioritet sahədir. Bəs burada nələr var? Əsas məsələ. Birinci növbədə məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrləri, əqli fiziki inkişafları, yaradıcı potensiallarının önə çıxması, mədəni səviyyələrinin inkişafı, psixoloji dayanıqlıqları, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, sadə əmək vərdişi nədir? Məsələn, adi öz düyməsini özü düymələyə bilməsi, ayaqqabısının bağını bağlaya bilməsi, ətraf aləmlə münasibətli olması, insanlarla dialoqu, şəxsi və sağlamlığın qorunmasına həssas və şuurlu münasibəti, zəruri həyat bacarıqlarının olması. Zəruri həyat bacarığı da adətən uşağın özünü, yəni tərbiyə, özünü məsələn burada nəzərdə tutulan məqam odur ki, şəxsiyyətin formalaşmasına həssas və şuurlu münasibətləri olur. Özünə əmək vərdişləri var burada, əmək vərdişlərinə yiyələnməsi, özünə xidmət. Bunların hər biri məktəbəqədər təhsilin təbii ki, aid olacaq məqsədi. Digər bir məqsədi isə məktəbəqədər təhsil uşaqlara milli, mənəvi, bəşəri dəyərlər ruhunda dövlət maraqları, Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasını istiqamətləndirir. Yəni ən azından uşaq bilməlidir ki, bayrağımızın üzərində olan o üç rəng nəyi ifadə edir? Məsələn, mavi rəng nəyi ifadə edir? Türkçülüyü, qırmızı demokratiyanı, yaşıl İslam sivilizasiyasını. Yəni məsələ bundan ibarətdir ki, uşaq ilkin anlayışı dövlət atributlarını bilməlidir. Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmalıdır. Bunların hər biri məktəbəqədər təhsilin məqsədidir. Bəs məzmunu nələrdir? Məzmununda isə cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət. Bəzən valideynlər necə fikirləşir? Yəni uşağı bağçaya qoyuram, sosiallaşsın, uyğunlaşsın. Doğru bir fikirdir. Yəni uşaq bağçaya gəldikcə, digər uşaqlarla ünsiyyətdə olduqca onlarda sosial bacarıqlar formalaşır. Həmçinin kollektiv daxilində özünü necə aparmalıdır, hansı məsələyə necə reaksiya verməlidir, onların birgə fəaliyyətidir, ünsiyyət mədəniyyəti hər biri təbii ki, məktəbəqədər təhsilin məzmunundadır. Həmçinin müstəqil olmaq istəyirlər, məsuliyyətli olurlar, cavabdeh olurlar, özünə inamlı olurlar, iradəli olurlar. Hər biri məktəbəqədər təhsilin məzmununa daxildir. Və bir digər məzmun isə müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək və müstəqil öyrənməkdir. Təbiətdə və insanlara həssas münasibət. Məsələn, adi bilir ki, bağçanın xarici inkişaf etdirici mühitinə çıxdı, mən oradakı gülləri qopartmayım, təbiətə zərər vurmayım və digər insanların hüquqlarına hörməti öyrənirlər. Estetik dünya görüşləri formalaşır. Nə deməkdir bu? Rəngləri, gözəllikləri duyma formalaşır. Həmçinin nitqləri, təsvir tərtibat bacarıqları olur.
Sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət edirlər. Məsələn, əllər yuyulmalıdır, nəqliyyata mindikdə, öskürdükdə ağzımızı tutmalıyıq, tez-tez əllərimizi yumalıyıq. Bunların hər biri gigiyenik tələblərdir ki, uşaqlar məktəbəqədər təhsilin məzmunu vasitəsilə bunu öyrənirlər. Bəs məktəbəqədər təhsilin məzmununu müəyyən edən hansı prinsiplərimiz var? Təbii ki, bunların hər biri bizim prinsiplərimizdir və bu prinsiplər ayrılıqda özü bir mövzudur. Birinci prinsipimiz nəticə yönümlülükdür. İkinci prinsipimiz şəxsiyyət yönümlülükdür. Üçüncü prinsipimiz uşaq yönümlülükdür. Dördüncü inkişaf yönümlülükdür. Beşinci tələb yönümlülükdür. Altıncı varislikdir. Yedinci inteqrativlikdir. 8-ci və 9-cu Azərbaycançılıq və dünyəvilik prinsiplərdir ki, bu özü başqa bir mövzu hesab olunur. Yəni, ümumilikdə məktəbəqədər təhsilin məzmununu müəyyən edən bizim didaktik prinsiplərimiz bunlardır. Gəldik, deməli, təhsil prosesinin iştirakçılarına. Təhsil prosesinin iştirakçıları kimlərdir? Təsisçilərdir, təhsil alanlardır. Təhsil alanlar kimlərdir? Təhsil alanlar uşaqlardır. Bəs təhsil verənlər kimlərdir? Təhsil verənlər, deməli, tərbiyəçilər, müəllimlər nəzərdə tutulur təbii ki. Bir digər tərəfdən təhsil prosesinin iştirakçıları həmçinin tərbiyəçi müəllimlər, metodistlər, defektologlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar, bunlar hər biri təhsil prosesinin iştirakçılarıdır. Amma sırf bizə desək ki, təhsil verən kimdir? Təbii ki, müəllimləri biz nəzərdə tutulur burada. Daha sonra valideynlər, qanuni nümayəndələr təhsil prosesinin iştirakçılarıdır. Təhsil idarə etmə orqanları, bələdiyyələr təhsil prosesinin iştirakçılarıdır. Hər biri təbii ki, yəni prosesdə iştirak edənlərdir. Daha sonra gəldik uşaqların hüququna. Uşaqların hansı hüquqları var? Birinci hüququ, həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə mənəvi, psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. İkinci bir məsələ, şəxsiyyətin alçaldılması, mənəvi, psixoloji durumuna, sağlamlığına zərər vuran hərəkətlərin bütün formalarından, fiziki, psixoloji zorakılıq hallarından müdafiə olunmaq. Yəni, uşaq həyat və sağlamlığı üçün təhlükəsiz şəraitdə yaxşı bir təhsil almalıdır, keyfiyyətli təhsil almalıdır. O, onun hüququdur. Həmçinin fiziki, psixoloji zorakılıq hallarından qorunmalıdır. Yəni, vurmaq, itələmək, döymək qətiyyən olmaz. Həmçinin sözlü şəkildə də uşaqları incitmirik. Daha sonra sağlamlığına, mənəvi psixoloji durumuna zərər vuracaq istənilən informasiya, təbliğatlardan müdafiə olmaq. Yəni, lazımsız təbliğatlar, informasiyalar uşaqlar üçün lazım deyil. Digər bir tərəfdən, ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq. Yəni, uşaq ödənişsiz şəkildə tibbi xidmətlərdən istifadə edə bilər. Və əgər nitq qüsuru varsa, eşitmə görmə qabiliyyəti zəifdirsə, psixoloji, tibbi, pedaqoji yardım alırlar. Və müəyyən olunmuş keyfiyyətli qida, sağlam qida, keyfiyyətli qida ilə təmin olunmalıdırlar. Asudə vaxtları, istirahətləri səmərəli olmalıdır, ardıcıl olmalıdır, gün rejiminə, plana uyğun olmalıdır. Bunların hər biri ardıcıl şəkildə həyata keçməlidir. Və bir digər hüquq isə uşaqların təlim üçün nəzərdə tutulan informasiya məhsullarının məzmun və bədii tərtibatı 6 yaşadakı uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmun və bədii tərtibatına uyğun olmalıdır. Yəni, uşağın yaş səviyyəsinə uyğun məlumatlar seçilməlidir. Bunlar hər biri uşaqların hüququ. Nələr oldu? Həyat sağlamlığı üçün təhlükəsiz şəraitdə təhsil almalıdırlar, keyfiyyətli qida, psixoloji, fiziki zorakılıq hallarından müdafiə olunmaq, ödənişsiz tibbi xidmətdən istifadə olunması, bunların hər biri uşaqların hüququdur. Bəs müəllimlərin hüquqları, vəzifələri nələrdir? Təhlükəsiz normal iş şəraiti ilə təmin olmalıdır. Məsələn, bina uçub tökülürsə, bir problem varsa, təbii ki, keyfiyyətli şəraiti deyil bu. Daha sonra təhsil prosesinin təşkili, idarə olunmasında layihələrdə iştirak etmək. Şərəf, ləyaqətli, hörmətlə yanaşılmasını tələb etmək. Yəni, hər zaman müəllim adına nüfuzunu möhkəm tutmalıdır və hər kəs ona hörmətlə yanaşmalıdır.
Metod vasitələri sərbəst seçməlidir. İstədiyi metodlardan, vasitələrdən istifadə edə bilər. Mükafatlandırılmaq və təltif olunmaq, yəni nəzərdə tutulan məsələ odur ki, burada təbii ki, maddi cəhətdən nəzərdə tutulmur, pul verilməsi nəzərdə tutulmur. Sadəcə gördüyü bir işə görə təltifnamə ola bilər, daha sonra təşəkkürnamə ola bilər, bir buket gül ola bilər. Yəni mükafatlandırılmaq və təltif olunmaq tərbiyəçinin hüququdur və dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Bunlar hər biri təhsil verənin, yəni tərbiyəçinin hüquqlarıdır. Bəs tərbiyəçinin vəzifələri nələrdir? İxtisasını artıra bilər, sertifikasiyadan keçmək onun vəzifəsidir, attestasiyadan keçmək onun vəzifəsidir. Uşaqların zəruri bilik bacarıqları yiyələndirməlidir. Yəni, uşaqlar fəaliyyətsiz qalmamalıdır. Hər gün yeni bir məlumat öyrənməlidirlər. Daxili intizam qaydalarına əməl etməlidir. Yəni, iş saatı saat 9-da başlayırsa, o saat 11-də gələ bilməz, düzgün şəkildə. Yəni, daxili intizam qaydalarına əməl etməlidir. Daha sonra təhsil alanları Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək. Hər biri təbii ki, tərbiyəçinin vəzifəsidir. Və uşaqların şərəf, ləyaqətinə hörmət etmək, pedaqoji etika, əxlaq normalarına riayət etmək. Yəni, öz adını yüksək tutmalıdır. Uşaqlara qarşı hörmətlə yanaşmalıdır. Fiziki zorakılıq hallarından uşaqları qorumalıdır. Bunların hər biri təbii ki, aid olacaq tərbiyəçinin vəzifəsi. Gəldik bir digər hissə olan təhsilin formalarına. Təhsilin 3 dənə forması var. Formal təhsil, qeyri-formal, bir də informal təhsil. Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatır. Yəni diplomdur, attestatdır, şəhadətnamədir. Bunu bizə dövlət verir. Bu olacaq formal. İkinci isə qeyri-formal. Məsələn, biz kompüter kursuna gedirik, oradan alırıq